Onun da adresi de müdəfəndə. Bəli, əlbəttə Fransız mətbəxində. İnşallah. Alta sushi gələndən bütün Azərbaycan Bəh, bəh, bəh. Böyle bir sushi yiyəcək. Çağrı kəndinin sevilən yeməkləri hamısı bu süfrədədir, stoldadır. Burada yeməklər haqqında bizə məlumat verin, zəhmət olmasa. Bir daha xoş Çox gəlmisiniz. sağ olun. Bax bu süfrəmizin başında. Süfrəmiz sizə həmişə açıqdır, qəlbimiz açıqdır. Allah bütün evlərə, həyətlərə, stollara, süfrələrə belə bərəkətli nemətlər qismət eləsin. Xoş günlər çəkəsiniz, xoş günlərdə belə süfrələr açılsın. Burada bax maşallah hər bir şey təbiidir. Yəni hamısı kəndimizin məhsullarıdır. Başdan başlasın, qarpızdır, öz kəndimizin məhsuludur. Pendirdir. Əziz xanım bacımın tutduğu pendirdir ki, bax Bu kənddə tutulur, öz evlərdə təbiidir. Bəli, baba bu yaşadığımız, oturduğumuz həyətin xanımı bax bu pendiri özü tutub. Qatıqdır. Üzündən yağlı da. Üzündən görünür artıq bəli onun qaymağı yenidən görünür ki, bax bu təbii kənd malının qatığıdır. Yəni bundan başqa burada kətə artıq bu bizim milli yeməklərimizdəndir. Dədə baba, yəni qədim yeməklərdəndir ki, bax kətə bişirib, kətə hazırdır. Yəni öz kənd tərəsidir. Ondan sonrasında yəni öz xanımımızın hazırladığı yeməkdir. Aşdır, milli xörəklərimizin bir nümunəsidir. Burada çolpa çox fərqli bir şəkildə bişmiş bir çolpadır. Yəni çəpər çolpası şöhrət tapıb. Bax kürün ləzzətli balığı bax budur. Yəni təbiətdən gələn təbii balıq bax budur. Ləzzəti başqa cürdür bunun. Demək olar ki, Çağrı kəndi həqiqətən də ağzın dadını bilən kənddir və burada ləzzətli təamlar var. Çox şükür ki, siz də gəldiniz, sizə də qismət oldu. Elə belə dadlı nemətlər sizin də qismətiniz olsun, süfrünüz olsun, nuş olsun, yəni qidalana bilərsiniz. Gördüyün yemək. Daha nə deməliyik? Başlayaq. Nuş olsun əziz tamaşaçılar. Həqiqətən də mən burada aş da var burada. İndi bu çolpanın bir dənə dadına baxacağım elə. Bunu götürək də yaxşı.